Məsələ 1-ə baxaq. Deyir ki, Bakıdan 270 dərəcə azimutla 2562 kilometr məsafədə yerləşən nöqtənin coğrafi koordinatlarını müəyyən edin. Bakını gəlin qeyd edək. İndi Bakının koordinatları, Bakının koordinatları 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğudur. İndi 40 şimalı qeyd etmək istəyirəm. Girinviçə nəzərən qeyd edim, yoxsa ekvatora nəzərən? Şimal cənub deyirsə, ekvatora nəzərən qeyd edin. Şimal deyirsə, ekvatordan yuxarıda çəkir, cənub deyirsə, aşağıda çəkir. Şimal deyil, yuxarıda xətt çəkirəm, yazıram 40 dərəcə şimal enliyi. Amma qərb-şərq deyirsə, onda Girinviçə nəzərən qeyd edəcəm. 50 şərq deyir. Qərb desəydi, solda qeyd edərdim, amma şərq deyir. Ona görə 50 dərəcə şərq uzunluğu. Bu bizim oldu Bakımız. 40 şimal, 50 şərq. Bakının coğrafi koordinatları oldu. Deyir ki, Bakıdan 270 dərəcə azimut. 270 dərəcə azimut, yəni sola getmək deməkdir. Yəni qərbə getmək deməkdir. Yəni deyir ki, Bakıdan çıx, qərbə doğru paralelə diqqət edin. 40 dərəcə şimal enliyi boyu 2562 kilometr gedir. İndi mən 2562 kilometri dərəcəyə çevirməliyəm. Bayaqları dərəcəni tapıb kilometrə çevirirdik. İndi o məsələnin əksidir. İndi kilometr veribdi, dərəcəyə çevirək. Yəni 2562 kilometri bölək 1 dərəcəlik paralel qövsünün uzunluğuna. 40 dərəcə enlikdə də indicə yazın. 1 dərəcəlik paralel qövsünün uzunluğu 85,4 kilometrdir. 2562 kilometri bölürük 85,4-ə. Niyə 85,4-ə böldüm? Çünki mən paralel boyu getdim. 40 dərəcə enlik boyu getdim. Ona görə 40 dərəcə enlikdəki 1 dərəcəlik qövsün uzunluğuna bölməliyəm. Yəni 2562 kilometri bölməliyəm 85,4 kilometrə. Bu da eləyəcəkdir 30 dərəcə. Yəni Bakıdan 30 dərəcə sola getdir. Bu o deməkdir. 2500 kilometr dərəcəyə gedir. 50 dərəcə şərqdən də 30 dərəcə şərqə getmək o deməkdir ki, 50-dən çıxaq 30 dərəcə. Yəni 50-ni 30 dərəcə azaldıraq. Niyə? Çünki onu da qeyd edeyim ki, coğrafi uzunluqların dərəcə qiyməti sağa doğru artır. Sağa doğru artır və sola doğru da artır. Girinviçdən sağa doğru artır, Girinviçdən sola doğru artır. Amma eyni yarımkərdən söhbət gedirsə, sağa getdikcə artır, sola getdikdə azalır. Və bizə də sola getdik. Ona görə 50 dərəcədən 30 dərəcə azaltmalıyım. 50-dən çıxıram 30-un bərabərdir 20 dərəcə. Yəni 20 dərəcə şərq uzunluğu. Çatmışam 20 dərəcə şərq uzunluğuna. 20 dərəcə şərq uzunluğu. 40 şimal 20 dərəcə şərq uzunluğu. Çatdığımız məntəqənin koordinatları. 40 dərəcə şimal enliyi, 20 dərəcə şərq uzunluğu. Bu çatdığımız məntəqənin koordinatlarıdır. Bu oldu məsələ 1-imiz. Bir şey də xatırlatma olaraq dedim, arada unutdum onu. Coğrafi enliklər, paralellər üzrə dedik, indi coğrafi enlik, coğrafi uzunluğa görə deyək. Coğrafi enlik dedik ki, ekvatora nəzərən qeyd olundu, şimal enliyi, cənub enliyi. Coğrafi enliklərin dərəcə qiyməti 0 dərəcə ilə 90 dərəcə arasında dəyişir. 0 dərəcə ilə 90 dərəcə. Yəni ekvatordan başla 10 şimal, məsələn 40 şimal, 50 şimal, məsələn 80 şimal, artıq 90. 90 dərəcə şimal enliyi coğrafi qütbdür. Eyni qayda ilə 10, 40, 50, 60 cənuba doğru artır, 90 dərəcə cənub enliyi. Deməli, coğrafi enliyin dərəcə qiyməti 0-90 dərəcə arasında dəyişdi. 0-90 yuxarıya şimal enliyidir, şimal enliyi. 0-90 aşağıya cənub enliyidir. 0-90 dərəcə arasında dəyişir. Coğrafi uzunluq isə Girinviçə görə təyin olundu. 0-90 dərəcə, 0-180 dərəcə, təsəvvür edin, bu da 180 dərəcəli meridian olsun. 0-180 dərəcə şərq uzunluğudur. 0-180 dərəcə. Bu meridian, bu 180 meridiandır, solda çəkmişəm. 0-180 isə qərb uzunluğudur. Yəni, şərq uzunluq, qərb uzunluq, coğrafi uzunluqlar 0-dan 180-ə kimi qiymət alır.
Coğrafi enilişlər isə 0-dan 90-a kimi qiymət alır. Da 100 dərəcə şimal enliyi deyə bilmərsiniz. 200 dərəcə şərq uzunluğu deyə bilmərsiniz. Gördüyünüzsə yanlışdır. Bunu da bildik. Məsələ 2. Məsələ 2-yə baxalım. Deyir ki, xəritədə B nöqtəsindən keçməklə A-dan C-yə qədər olan məsafəni 1 dərəcəli paralel və ekvator qövslərinin uzunluğu A-dan C-yə qədər olan məsafəni hesablayın. 1 dərəcə meridian və ekvator qövslərinin uzunluğu təqribən 111 kilometrdir. Görürsünüz, məsələlərin çoxunda verir bunu. Amma bəzən verməyəndə ona görə əzbərləmək lazımdır 1 dərəcə qövsünün uzunluğu. Xatırlatma olaraq bir də deyil, 1 dərəcə meridian qövsünün uzunluğu həmişə 111,1 kilometr oldu. 1 dərəcəli paralel qövsünün uzunluğu ekvatorda 111,3 oldu. Ekvatordan da qütblərə doğru azaldı. 1 dərəcə ekvator qövsünün uzunluğunu necə tapdıq? Bütün ekvatorun uzunluğu 40.076-dır. 40.076 böldü 360. 1 dərəcə meridian qövsünün uzunluğunu necə hesabladıq? Meridian deyəndə uşaqlar nə də çaşırlar? Məsələn, tutaq ki, 30 dərəcə şərq uzunluğu. 30 dərəcə şərq uzunluğu bu xəttin uzunluğudur. Bütöv çevrəni götürmürsünüz. Yəni, meridian deyəndə yarım çevrədən söhbət gedir. Bütöv çevrə meridiandan söhbət gedirsə, bütöv çevrə 40.009-u, amma yarım çevrə deyirsə, təxminən 20.000 götür. Ya 20.000-i yarım çevrə 180 dərəcədir. 180 dərəcəyə bölüb 1 dərəcə qövsünün uzunluğunu hesablayasınız. Ya da 40.009-u 360-a böləsiniz. Çünki bütöv çevrə 360-dır. Ya 20.000-i 180-ə bölün tapın, ya da 40.009-u bölün 360-a. Yəni meridian deyəndə yarım çevrədən söhbət gedir. Da sizə desəm ki, 30 dərəcə şərq uzunluğu meridianlı qlobusda götürün, çəkin, belə bütöv çəkməyəsiniz. Buradan başlayıb çəkdir, bitdi. Yəni yarım çevrə, meridian deyəndə yarım çevrə götürülür. İndi qayıdalım məsələmizə. Deyir ki, B nöqtəsindən keçməklə A-dan C-yə qədər məsafəni. A-dan C-yə qədər, B-dən keçməklə. Yəni, A, B, C məsafəsini hesabla deyir. ABC məsafəsi bərabərdir, bunu tapmaq üçün. Birinci AB-ni tapmalıyıq. Bunun üzərinə BC-ni əlavə etməliyik. ABC. Yəni, coğrafiya məsələlərində narahat olmayın. AC məsafəni heç zaman tapın deməyəcək. Çünki AC məsafəni tapmaq artıq o kökantı ifadəyə gedir, Pifaqor tətbiq eləməlisən, o riyazi məsələlərdir, riyaziyyatda istifadə olunan şeylər. Bizdə dolayı yolla verəcək. A, B, C-ni tapın deyəcəkdir. Onda AB-ni tapıram, üzərinə də gəlirəm BC məsafəsini. AB-ni necə tapacaq? A-dan B-yə doğru həqiqi məsafəni tapmaq üçün, yəni kilometrlərlə məsafəni tapmaq üçün, mən ilk öncə AB məsafəsinin dərəcələrlə qiymətini tapmalıyam ki, dərəcəni də kilometrə çevirəm. A-dan B-yə dərəcə fərqini tapmaq üçün A-nın coğrafi enliyinə baxıram, 20 dərəcə. B-nin coğrafi enliyinə baxıram, 0 dərəcə. 0 ilə 20-nin arasında nə qədər məsafə var? 20-dən çıx 0-ə, yəni elə 20 dərəcə. Yəni AB məsafəsi dərəcələrlə 20 dərəcədir. Gəlin indi 20 dərəcəni kilometrə çevirək. Diqqət edin. AB meridian boyudursa, meridian boyu hesablamadısa 1 dərəcəli meridian qövsünün uzunluğuna vurun. Amma paralel boyudursa 1 dərəcəli paralel qövsünün uzunluğuna. BC paralel boy hesablamadı, amma AB meridian boy hesablamadı. Yəni 25 dərəcə qərb uzunluğu meridianın bir parçasıdır. Meridian boyu hesablama olduğu üçün 1 dərəcəli meridian qövsünün uzunluğuna vurun. Yəni 20 dərəcəni vurun, 1 dərəcə meridian qövsünün uzunluğunda 111,1 kilometrdir. Vurun 111,1 kilometr. İndi bizim məsələmizdə 111 deyil. Qəbulda 111 deyilsə 111-ə vurasınız. Amma mən daha dəqiq olması üçün 111,1-ə vururuq. Məsələn, miqyas məsələlərində 111-ə vurasınız. Çünki miqyas məsələlərində belə deyək də, dəqiq eləyəndə artıq onluq kəsrə gedə bilir, kiçik qiymətlər alınır, o da miqyasda əlverişli olmur, miqyasın məxrəci yuvarlaq ədəd olur. Miqyas məsələlərində 111-ə vurur. Amma daha dəqiq, indi izah üçün, daha dəqiq olması üçün 111,1-ə vuraq. 20-ni vuraq 111,1-ə eləyir 2222 kilometr. 2222 kilometr. AB-nin həqiqi məsafəsi oldu. Gəlin indi BC-ni tapaq. BC-ni. BC bərabərdir. BC-nin gəlin koordinatlarına baxaq. B-nin koordinatı 25 qərbdir, C 25 şərq müxtəlif yarımkürədə yerləşdir. Onda B-dən C-yə qədər dərəcə fərqini tapmaq üçün müxtəlif yarımkürədə yerləşdiyi üçün 25-in üzərinə 25 gəlirəm. 25 +
25 bərabərdir 50 dərəcə. Yəni B-dən C-yə qədər dərəcə fərqi 50 dərəcə. Gəlin indi bu 50 dərəcəni çevirəyin kilometrə. Diqqət edin. Paralel boy hesablamadı yoxsa meridian boy? Görürəm ki, BC paralel boy hesablama. Çünki soldan sağa çəkilmiş xətt üzərindədir. Yəni paralel üzərindədir. 0 dərəcə ekvator paralelinin ekvatorun üzərindədir. Paralel boy olduğu üçün 1 dərəcəlik paralel qövsünün uzunluğuna vuracaq. Gedib baxacam görüm paralelin dərəcə qiyməti neçədir? 40-dırsa 85,4-ə vuracam. 10-dursa 109,6-ya vuracam. 20-dirsə 104,6-ya vuracam. Amma baxıram bu ekvatordur, 0-dır. 0 dərəcədə də 1 dərəcə qövsünün uzunluğu 111,3 kilometr idi. Onda mən BC-nin kilometrlərlə fərqini tapmaq üçün BC bərabərdir 50 dərəcəni vurmalıyam 111,3 kilometrə. Bu da təxminən eləyəcəkdir 5565 kilometr. BC-ni də tapdıq 5565 kilometr. İndi ABC-ni tapmalıyıq. ABC. ABC-ni də tapmaq üçün demişdik AB plus BC. Qiymətləri yerinə qoyaq. AB neçədir AB? 2222. 2222 plus. BC neçə oldu? 5565. 5565. Bu da edəcəkdir 7787 kilometr. Deməli, ABC xəttimizin uzunluğu 7787 kilometr oldu. İndi növbəti məsələyə keçək. Məsələ 3-ə baxaq. Deyir ki, Bakı şəhərindən 180 dərəcə azimutla hərəkət edərək 7881 kilometrlik məsafəni qət etdilər. Onların çatacaqları nöqtənin coğrafi koordinatlarını müəyyən edin. Bakının koordinatları 40 şimal 50 şərq. Bura oldu bizim Bakımız. Bu nöqtə. Bakıdan çıxırıq. 180 dərəcə azimut. 180 dərəcə azimut cənuba gəl deməkdir. Yəni Bakıdan cənuba gəl deyir. Neçə kilometr? 7881 kilometr. İndi biz 7881 kilometri çevirməliyik dərəcəyə. Bunun dərəcəyə necə çevirəcəm? 1 dərəcəlik paralel yaxud meridian qövsünün uzunluğuna böləcəm. Nəyə bölməliyəm? Baxıram, yuxarıdan aşağı gəlmişəm. Yəni meridian boyu hərəkət etmişəm. Ona görə 1 dərəcəlik meridian qövsünün uzunluğuna böləcəm. 111,1-ə böləcəm. Koordinat da onluq kəsirlə verilmədiyi üçün 111-ə böləyim. 111-ə bölək. Bu da eləyir 71 dərəcə. Koordinat məsələlərində koordinatı hesablayanda həmişə 111-ə bölün ki, koordinat məsələn 10,5 dərəcə şimali enliyi, 2,5 dərəcə şərq uzunluğu coğrafiyada istifadə olunmur. Tam qiymətlərdən istifadə olunur. 71 dərəcə tapdıq. Yəni Bakıdan 71 dərəcə cənuba getdik. Çəkdim, 71 dərəcəni çəkdim. Ta ki, x dərəcə enliyə çatmışam. Məsəl üçün, x dərəcə enliyə çatmışam. Ümumi qət etdiyim məsafə 71-dir. 40 dərəcə o deməkdir ki, Bakıdan ekvatora qədər olan məsafə 40 dərəcədir. 71 də cəmdir. Onda bu cəmi tapmaq üçün 40-ın üzərinə bu məsafəni, bu kiçik məsafəni gəlib 71-i tapa bilərəm. Onda belə bir tənlik qura bilərəm. 40 plus x bərabərdir 71. Bakıdan ekvatora 40 dərəcədir. Çünki 40 şimaldır Bakı. Bu deməkdir ki, ekvatordan Bakıya 40 dərəcədir. Ekvatora çatdım. Ekvatordan da cənuba keçdim. Ta ki, cənuba keçdim x dərəcə. Bunu da x dərəcə ilə işarə edirəm. 40 plus x cəmi qət etdiyim məsafə 71-dir. Buradan da x bərabərdir 31 dərəcə. Yəni mən ekvatordan 31 dərəcə cənuba keçmişəm. Yəni mən 31 dərəcə cənub enliyinə çatmışam deməkdir. 31 dərəcə cənub enliyinə çatmışam deməkdir. Müxtəlif yarımkürədə yerləşdiyi üçün mən topladım, ümumini 71-ə bərabərlədim. Deməli, çatdığı nöqtə 31 dərəcə cənub enliyi və 50 dərəcə şərq uzunluğudur. 31 cənub enliyi, 50 dərəcə şərq uzunluğudur. Sonuncu məsələmizə keçək. Məsələ 4. Deyir ki, A nöqtəsi 70 şimal 50 dərəcə şərq uzunluğu, B nöqtəsi 70 şimal 150 dərəcə qərb uzunluğu məntəqələri arasında ən qısa məsafə 30 min miqyaslı xəritədə neçə santimetr olar? Miqyasa çox önəm verməyək. Bu hissəsini unudaq. Dərsimiz çox, videomuz çox uzanmasın. Əsas coğrafi koordinat olan hissəsini başa düşək.
Yəni təsəvvür edin, deyir ki, A və B məntəqələri arasında ən qısa məsafəni tapın. Qlobusa fikir verin. A hər ikisi 70 şimalda yerləşir. Hər ikisi 70 şimal. Biri 30 şərqdir, biri isə 150 qərb. Koordinatlar fərqlidir. Bunların arasında dərəcələrlə fərqi tapmaq üçün demişdik ki, biri şərq, biri qərb olduğu üçün toplayın. Yəni 30 şərq plus 150 qərb. Yəni normal qaydada belə etməliyik. Amma 30 ilə 150-ni toplasam 180 eləyəcək. Bunu da 1 dərəcə paralel qövsün uzunluğuna vursam daha böyük qiymət eləyəcəkdir. Bu ən qısa məsafə olmayacaqdır. Bizdən soruşur ən qısa məsafəni tapın. Ən qısa məsafəni tapmaq üçün demək ki, mən qütbü aşmaqla tapmalıyam. Qütbü aşmaqla. Görürsünüz, bu məsafələr qütbə yaxındır. Bunların qütbə yaxın olmağı bizə bir mesaj verməlidir ki, qütbə yaxınıq. Bizi tapmaq üçün qütbdən aşın. Ən qısa məsafəni tapmaq üçün qütbdən aşın. Biz isə bayaqları 30 ilə 150-ni toplasaq, biz isə belə eninə getməklə, paralel boy getməklə tapmalıyıq. Yolumuzu uzatmış olacaq. Ən qısanı tapmaq üçün qütbü aşmaqla tapaq. 70 şimal. Qütb maksimum 90 idi. 90, 70 şimal o deməkdir ki, ekvatordan bura 70 dərəcədir. Ümumidə 90-dır. 90-dan 70-i çıxalım. 90-dan 70-i çıxalım. Buradan qütbə qədər olan məsafəni tapaq. Yəni, A nöqtəsindən, bu da oldu B nöqtə. A-dan qütbə qədər olan məsafəni tapaq. 90-dan çıxaq 70-in bərabərdir 20 dərəcə. Deməli, A nöqtəsindən qütbə qədər, yəni bu məsafə 20 dərəcə. İndi gəlin B nöqtəsindən qütbə qədər olan məsafəni tapaq. Yenə 90-dan 70-in çıxırıq. Yenə 90 çıxılsın 70 bərabərdir 20 dərəcə. 20 dərəcə. Deməli, 20 dərəcə bu, 20 dərəcə bu. Cəmi də tapmaq üçün 20-nin üzərinə 20-ni əlavə etməliyik. 20 plus 20 bərabərdir 40 dərəcə. Deməli, A-dan A ilə B-nin arasındakı dərəcə fərqi, ən qısa dərəcə fərqi 40 dərəcə. Bizdən isə kilometrlə məsafəni soruşsa, onda 40 dərəcəni vuracam 1 dərəcə qövsün uzunluğuna. Və diqqət edin, meridian boyu hərəkət etmişik. Meridian boyu hərəkət etdiyimiz üçün 111,1-ə vururuq. Bu da 4444 kilometr alınır. Məsələmizin cavabı həqiqi məsafə 4444 kilometrdir. Bu da məsələ 4 oldu. İndi təşkil olmaq üçün bir-iki dənə də məsələ deyim, bundan yekunlaşdıraq. Görək dərsi başa düşməyik. Məsələn, tutaq ki, bu Greenwich'dir, bu da ekvatordur. 30 dərəcə qərb uzunluğu, məsələn, 40 dərəcə şərq uzunluğu. Bu A məntəqəsi, bu da B məntəqəsi. Bu da məsələn 10 dərəcə enlik, 10 dərəcə şimal enlik. Deyir ki, adam A ilə B-nin arasındakı həqiqi məsafəni tapın. Yəni kilometrlərlə məsafəni tapın. Onda mən nə edəcəm? A ilə B-nin koordinatlarına baxıram. Biri qərbdir, biri şərq. Dedik ki, müxtəlif yarımkürədə olanda topla. İlk öncə mən A ilə B-nin arasında dərəcə fərqini tapacağım. A, B dərəcə fərqi bərabərdir 30 plus 40. Tapdım ki, 70 dərəcə arasında fərq var. İndi 70 dərəcəni çevirim kilometrə. Baxıram. Paralel boy hesablamadır, yoxsa meridian boy? Paralel boy hesablamadır. Çünki A-dan B-yə getmək üçün 10 dərəcə şimal enliyi paraleli boy hərəkət edirsən. Paralel boy hesablama olduğu üçün 1 dərəcəli paralel qövsünün uzunluğuna vurursan. Və 1 dərəcə paralel qövsünün uzunluğuna da indi sən bunu bilməlisən. Hansı paraleldir? Çünki hər bir paraleldə qiymətlər fərqlidir. Gedib kənarda paralelin dərəcə qiymətinə baxasan. Paralelimiz 10 dərəcə şimal enliyidir. Yəni 10 dərəcə şimal enliyi boyu hərəkət etmişik. 10 dərəcə şimal enliyində də qiymət 109,6 kilometr idi. Onda mən 70 dərəcəni, AB-nin dərəcə fərqini vurmalıyam 109,6 kilometrə. Bunu da hesablayıram, qiymətim alınır. Amma yox, eyni yarımkürədə yerləşirsə, məsələn, tutaq ki, biri də yerləşir 20 şərq, bu da olsun C nöqtə. Deyir, B ilə C-nin arasındakı kilometrlər fərqi tapın, həqiqi məsafəni tapın. Onda eyni yarımkürədə yerləşdiyi üçün 40-dan 20-ni çıxaracam, dərəcə fərqi 20 dərəcə. 20 dərəcəni vuracam 109,6-ya. 20 dərəcəni vuracam 109,6-ya. Məsələn, tutaq ki, burada B-ni veribdir, burada da D-ni veribdir. Gəlin indi meridian boyu hesablayalım, baxalım. B ilə D arasındakı həqiqi məsafəni soruşur.
Məsələn, D-nin də coğrafi uzunluğu, məsəl üçün deyək, 50 dərəcə cənub enliyidir. Onda nə edəcəm? BD-nin dərəcəsini tapacağım. B ilə D arasındakı dərəcə fərqini. B 10 şimaldır. D-də 10 cənub. Biri şimaldır, biri cənub. Toplayacağım. BD bərabərdir 10 plus 50. 10 plus 50 bərabərdir 60 dərəcə. 60 dərəcəni vuracam. 1 dərəcəlik paralel ölçüsünün uzunluğuna meridian. Baxıram. BD məsafəsi meridian boyu hesablamadır. Yəni yuxarıdan aşağı çəkilmiş xətt boyu hesablama. Meridian boyu hesablama olduğu üçün 60 dərəcəni vurmalıyam 111,1 kilometr. Bu da 6666 kilometr edir. Dərsimiz bu qədər. Yəqin ki, hər kəsə aydın oldu. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.